xəbəri var. Ha, bütün qızlar da oturub salonda bəxtəvər Başova, bəxtəvər Başova, bəxtəvər Başova. Bugün dırnağıma getmişəm, lap izləsinlər, görsünlər. Qız mənə qayıdıb nə desə yaxşıdır. Deyir, ərəb sənə şey eləmişdi, duxu göstərirdi, saç duxusuydu, nə idi? Baxdım belə, dedim, sən yeməyib, içməyib, oturub mənim dəqiqə başı sən mənim canlılarımı izləyirmişsən. Yəni, mən sözümü nəyə gətirib çıxardıram? Allaha and olsun deyirəm, bax, Qurana and olsun deyirəm. Gözü nəfsi yıxmayan evi 1000 il tikili qalar. Burada məni bəyənmirlər. Bax, məni söyürlər. Məni bəyənməyənlər qadındır. İnanın mənə. Bax, burada özünü tanıyan xanımlar, özünü dostoyunu tanıyan insanlar, özünü hörmət eləyən bəylər, kişilər, qadınlar. Quran haqqı var ha. Məni görməyə gözləri yoxdur. Məni görməyə gözləri. Məni görəndə elə bil ilan görürlər, bacı. Məni görəndə elə bil başlarından qaz tökülür. Transların zəhləsi gedir məndən. Qızların zəhləsi gedir. Əli çatmayan kişiləri bildi. İndi kişi dostlarımız var ki, mən panyatkama görə, ürəyimə görə məni çox istəyirlər. Amma qadınlar məni görəndə elə bil ki, oy, bir dənə əfilan gəlib. Ay bacı, mənə heç kimin sevgilisi, heç kimin əri lazım deyil. Başa düşürsünüz məni? Mən elə bir adamam ki, Allaha and olsun ki, mən heç kimə vid vermirəm, heç bir kişinin dalına düşmürəm. Multimilyoner otursun mənim qabağımda. Pulu paçka xərcləsin, Qurana and olsun, başımı qaldırıb mən ona yan gözdən baxarsam, Allah mənə bir balamı çox görsün. Mən o qədər yəni insanam ki, mən maraqlı deyil. Heç kimin nəyi var, pulu var özünə. Şükür Allaha, özümün var. Qazanıram, yeyirəm, mənə bəs eləyir. Bəli, ərəblə də təzə-təzə barışmışam. Çox şey burada danışmıram da. Gözə nəfsə gəlirəm. İnşallah ki, indən beləsi yaxşı olacaq hər şey. Allah mən nə deyim, mənə gözü götürməyən qızlar, paxıl qızlar, Allah sizə də bir qapı açsın. Siz mənə qarğıyın, məni söyün, gedin orada burada salonlarda oturun, belə bəxtəvərçilik qarğış dökün ki, Allah bunu püskürə qoysun. Heç kimin yaşayışını, nə çəkdiyini bilmir. Əgər mən bugün xoşbəxtəmsə, xoş yaşayıramsa, deməli mən hansısa bir yaxşı hərəkətimə görə Allah onu mənə eləyir. Sən də ürəyi təmiz ol, sən də yaxşı insan ol, Allah səni də qabağa çıxartsın. O xain qızlara bir dənə onu arzu eləyirəm ki, ay Allah, bu xain qızları, bu pozğun, klubda gəzən, masaj salonlarında bir pullu kişi çıxard onların qabağına, qoy o başları o pullu vara, dövlətə, qızla, bahalı evə, başları qatışsın ona, ilahi. Mən bunların yadından çıxmayayım, mən bu qadın tayfasından çox çəkirəm. Bax, deyir, qonşum deyir, yaxşı olsaydı, keçəl qızı mərə gedərdi. Bax, elə yerdən mənə qismət çıxıbdı. Bax, and ola Allahın adı. Halbuki o vaxtda mən Primorskidə qardım. 22-23 yaşım verdi. Ağıllı ev qızıydım. Mən bir qismət çıxdı. Bax, çox imkanlı yerdən oğlanın Moskvada evi, eşiyi. Bax, onu deyirəm, qonşum deyir, yaxşı olsaydı, kör qızı mərə gedərdi. Həmin mənim o qonşum o kişiyə məni o qədər pisləmişdi, ay hayasızdı, ay ev yıxandı, o sənin evə gəlin gəlsə, anovu döyəcək, nə inəyəcək, nə ağaracaq. Həmin o arvad da ki, oğlu tutuldu, indi də türmədədir, hələ də altını çəkir, hələ də altını, mən ona halallıq verməmişəm ki, bəlkə də o vaxt mənim o qismətim, yəni ailə qursaydım, mən həmin vaxtı ərə geçsəydim, bəlkə də indi mən xoşbəxt idim, mən də oğlumda xoşbəxt. Şükür Allah, nə olub bu günümə? Mən bugünkü günümdən çox razıyam, yəni xoşbəxtəm. Mən bu günü tapmayan insanlar var. Ürəyim nə istəyir, alıram, gəzirəm, yeyirəm. Şərt o deməkdir ki, mən gedim milyonum olsun, ay o olsun, bu olsun. Mən hər gün nəyə şükür eləyirəm? Yəni, səhər açılır, mən o səhəri yuxudan dururamsa, balkonu açılır, o havanı, o küləyi görürəmsə, o yaşıllığı görürəmsə, mən belə şeylərlə fəxr eləyirəm ki, ay Allah, sən mənə bu günü qismət elədin, o pulu fikirləşmək, o varı fikirləşmək var, o evdir, vardır, dövlətdir, odur, budur. Onları fikirləşmək, yəni axırıncı plandır. İnsanın əsas can sağlığıdır. O can sağlığını mən sizin üzünüzdən o gözə nəfsə gələndə gördüm, o xəstəxanada yatanda. Ona görə mənim heç nəyim yoxdur. Yəni qızlar, yəni qarğış tökməyin mənə bəxtəvərçiliyi verməyin. Qoşulub canlı yayımlarda dalımca danışırsınız, dalımca danışırsınız, qulağıma atırlar linkini. Bəxtəvərçiliyi verməyin mənə. Mənim bir dənə bu gördüyünüz üzüm var, boyum var, vidim var. Vəssalam. Ondan başqa mənim heç bir şeyim yoxdur. Yoxdur. Qutarın. Neysə uşaqlar, axşam çağı buxurda olacam. Kim gələcək ürək atsın? Qızlardan, oğlanlardan kim gələcək ürək atsın? Buxura gələcəm axşam. Boyum neçədir aşkım? Mənim boyum var, mənim boyum hündürdür, canım mənim. Mənim boyum balaca deyil, hündür boyam mən. Oy. Aha, Xiko gələcək. Niyə ayrıldın? Yox, Razində nə işim var mənim? Razində qalıram mən. Nərmanovda qalam, İznasit Buxur Nərmanova getcəm də. Huy.
Doydunla hamı buxurda. Hamımızı görəcəm də. Görüm buxura kimlər. 100% saat 2-də 3-də buxurda olacam bu günləri. Boyum 1.68-dir. Əsl qadın boydur. Nə çox hündürəm, nə balacayam. Yəni normal da standartlara uyğun. Çox böyük hündür boy olmaq qadına yəni yaraşmaz da. Yəni hündür boy kişilər üçün yaxşıdır. Klon nə qədərdir? Nəyin klonu? Niyə ayrıldın ərəbdən? Ay, dinməyin, təzə başmışam, gözə gətirməyin. Dinməyin siz Allah. Başı o haqda danışan deyiləm. O haqda mənə qətiyyən sual verməyin də, daha qətiyyən. Bir dənə cadu var, getdim cadunun yanına şirinliyi elətdirdim, ondan sonra barışdı məndən. Yoxsa xuy. Getdim nağar, məcbur idim ki, cadu elətdirəm. Cadu elətdirməsəydim mümkündür. Şirinliyi elədim, özümə çıxartdı buluddan yazdı. 100 manat da pul verdim. Çox gözəl baxıcı. Dedi, narahat olma. Hələ görüm indi maşını satdım da pulu da maşınla bir yerdə itirdim, getdi. İndi görüm bu səfər neyinirəm, görüm qoya bilirəm. Qızlar, dırnağımı bugün elətdirdim. Necədir? Görün, bəyənirsiniz, sadədir, baxın. Mədinə eləyib, əcəmidə. Necədir? Boyum uzundur. Boyum bu boydanadır. Gözəldir, bəyəndiniz. Ay oğlan, niyə yanırsan axı bu qədər? Boyum bax belədir, ay dostlar. Boyum budur. Boyum budur. Boyum bax normaldır da. Yəni necə göstərim? Bax, haranı deyim sizə. Qoy bu qapını göstərim. Baxın. Bax, düz qapının burasındanam. Bax, buradan. Bu boydanam. Görün, saçımın arkası bir dənə qızlar, baxın, görün, qalxmayıb. Bir dənə baxın. Görün, pisliyir arkası. Eğer pissə, su vurum saçıma. Nətərdir? Deyil, şişib, oy belə. Onda qoy fen vurum ora. Nağayrağı. Burada bütün anca fendir, elə bir salondur. Mən əvvəl salonda işləmişəm. Bütün anlar, başım çıxır da hər şeydə. Saç yığmaqdır, saç fenləməkdir, hər şeydə, yəni hər şey. Allah papamın canı sağ eləsin. Yeməyimizi vaxtında yeyirik. Aynanı açırıq, naborot, hava gəlir, ət yeməyi yeyirik. Allah papamın canı sağ eləsin. Baxmırsınız o videoya? Ay, neçün bəs gözlərim heç gülməz. Mahnının yarısı yadımdan çıxdı. Edirsən mənə gəl. Siz mənim bu qırmızı şeyimdən nə istəyirsiniz ay bala? Sizin işiniz gücünüz mü yoxdur? Ay Allah, bu saç qaldı burada. Mən deyən lazımdır ki, mən saçımı görən niyə kar eləyirdim? Yəni, hansı ağılda, hansı düşüncəli olmuşam mən? Fikirləşirəm, bir tərəfə çıxarda bilmirəm. Bir dənə qızlar, arkasına baxın. Bir dənə mədiyin qurban olum. Bir dənə arkasında görün, nəsə qısa saç qalıb, baxın. Bir dənə, bu hissəsində, qalıb bura. Yox, yaxşıdır. Tamam. Baxın, bir dənə də əlimdən. Yox, yaxşıdır, все. Deyməyəcəyim. Bir dənə ortasına fen vurum. Все. Aha, burada qalıb. Bax, qızlar, demədiniz. Qalıb orada. Saç o qədər qalındı. İlahi, başımdan elə bir daş sallanır. Mən də saç görməmişəm. Mən uşaqlıqda, kimdə hel olub? Uşaqlıqda götürürdüm, yemliyi düzürdüm saçıma ki, güya saçım var. Kimdə hel olub, siz Allah? Hel olan olub, yemlik o çıxırdı o vaxtı kətdə. Götürürdüm onu saçıma düzürdüm ki, güya saçım var. Yaşıl rəngdə nivdinka ilə vururdum. Mən uşaqlıqdan saç xəstəsi olmuşam, Quran haqqı. Neçənci illər idi, onda 2005, 2006 vaxtlarımız idi, uşaq vaxtlarımız. Yemlik də yemlik, yiyirlər. O, indikilər bilməz onu. Ancaq 90-dan doğulanlar bilər. Bu 2000-dən doğulanlar, bilsən nədir? Bunların canında bilirsiniz nə var? 90-ları süz aparıb süz gətirər. Allah haqqı.
90'ların panyatkası yerində, özün aparmağı yerində. 2000'lərin hamısını şamil eləmirəm, amma çoxsu dəli doludur. Oy. Bu da qızlar saçımın sonu. İndi keçirik nəyə? Saçımın parfümlamağa. Kiminsə yanına keçəndə belə eləyəndə bu duxunu vurur, onu məst edir. Deyir bu hansı qızdan gəldi? Azərbaycanda da ikinci bir adamda bu yoxdur da. Dubaydan almışam. İmeni qızların duxusu var ha, retki. Amma bunun parfümü saç var. Bunun birində padukama vermişəm. Bir dənə bu məndədir. Baba saçıma vururum. Şu getdi. Yəni bir dənə məndədir. İkinci bir adam onu vura bilməz. Bunu bir də çevirirsən belə. Bunun da iyi gəlir axı. Oğlan baxır arkaya, görüm o qız kimi idi. Baxır ki, yoxsa tək sənə iyi bax, məst eləyir. Necə məst olmayasan bununla, bəh. Məni sevməyən, mənim dərdimdən o bəziləri var ya, o bəziləri. Telefonda elə səs atıram, mən atır bloka. Sən mən dünəndən bloka ditsən, mən vecmədə deyilsən. Bir gün sən mənə yalvarasın, bunu unutma. Sənlə xəyanəti layiq olan idim da, xəyanət elədim sən. Sən qulağın buradadır. Dəfin də mən söydürəsən, o bəziləri var, bəziləri mənim qədrimi bilməyən. Özlərini dartıb dağın başına qoyurlar. Hər şeyin vaxtı var. Saatlar mən bilirəm də, sən istifadə eləməyə qalmısan da burada məndən. Mən uşağam. Fansın nömrəsini ver də. Neyniyəsən aşkım? Sevgül və qeyb eləyəsən. Arvadından ayıracaqsınsa mən onu verə bilmərəm. Bakılı, dur bas bayrada. Bezmişəm sənin əlindən. Telegramda da hardan tapıb yazırsan, Instagramda yazırsan. Burada əl çəkdən ha. Baxın, yo deyəmərəm adım. Qızlar, onun ölməyinə çox az qalıb. Bugün səhər öləcək. Axırıncı adam mən idim, qəbul elədim. Mənə dedi, get sənin dedi, həyatın 100 dərəcə dəyişəcək. Mən də ona inanıram, güvənirəm. Zaten o nə dedi, hamısı da oldu. Dedi, vaxt olacaq ki, dedi, pulumu dedi, qoymağa yer tapmayasan. Mən də o günü gözləyirəm ki, inşallah pulumu qoymağa yer taparam. Sən öldürdün. Yo, onun ölməyinə az qalıbdı da. Qəbul eləmirdi o məni. Ne? Doktor necə elədi? Burnum yadıma düşdü, burnumun dərmanı. Valla mən doktordan qəşəkdir da, nə bilim, burundur da, yəni normal burundur. Mənim xoşuma gəlir. Yəni burnum mənim üzümü çox dəyişibdir, əladır, superdir. Allah mənə səbir ver, başım dərd çönəcək birazdan. Səbrim döyüşü qalmayıb. Ya mənə verən Allah. Yaxşı uşaqlar, mən canını söndürərəm.